Ara sıra görüşəndə bir çox tibb mütəxəssisləri ilə əlbəttə ki, biz xəstəliklərə toxunuruq. Amma bu xəstəliklər sırasında bilirsiniz, onların yaranma səbəblərinə toxunanda insanlar bu və ya digər simptomları özündə aşkarlayır. Amma elə xəstəliklər var ki, həqiqətən də onların əmələ gəlmə səbəblərini diqqət yetirmək lazımdır. Elə xəstəliklər var degenerativ, elə xəstəliklər var irsi, elələri var ki, funksional və bəziləri də mən deyərdim ki, anadan gəlmədi. Amma bunu ayırt etmək lazımdır. Burada diferensial diaqnostika çox vacibdir. Məhz buna görə doğru ünvana, doğru həkimə var olan simptomlarla getmək tələb olunur. Refleks Reabilitasiya Mərkəzinin baş həkimi, nevroloq Röyani xanım Quluzadə studiyamızdadır. Röyani xanım, xoş gördük sizi. Studiyamıza xoş gəlmişsiniz. Röyani xanımla ilk görüşümdür, amma nevroloqun deyəcəklərini çox yüksək şəkildə, yüksək səviyyədə dəyərləndirəcək bugünkü gündə. Onun dediklərini diqqət yetirək. Çünki mərkəzdə çox mürəkkəb xəstəliklərin müalicəsi aparılır. Amma hansı işlər görülürsə, bu haqda həkim özü məlumat verəcək. Avropa Pediatrik Nevrologiya Cəmiyyətinin üzvü, Beynəlxalq Epilepsiya əleyhi liqanın üzvü, Amerika Birləşmiş Ştatları, İngiltərə universitetlərində fellowship proqramlarının məzunu və Refleks Reabilitasiya Mərkəzinin, təkrar edirəm, baş həkimi, hal-hazırda studiyamızın həkim qonağıdır. Buyurun, doktor, xoş gördük sizi. Qeyd elədiyim kimi, Refleks Reabilitasiya Mərkəzində bir çox işlər görülür. Ən çox da müraciətlər az yaşlı uşaqlarla bağlı, reabilitasiya ilə bağlı, adından göründüyü kimi reabilitasiya prosedurları aparılır, ümumiyyətlə işlər görülür. Mən çox istərdim ki, bugünkü gündə bir çox ailələrin də maraq dairəsində olan uşaq serebral iflicinə toxunaq və dediyim kimi bu xəstəliklər sırasına uşaq serebral iflici əlavə etmiş olsaq, hansı səbəbdən yaranır? Buyurun, nələr müşahidə edirsiniz? Təşəkkür edirəm dəvət üçün. Xoş gördük. Refleks Reabilitasiya Mərkəzi olaraq əlbəttə ki, bura reabilitasiya bərpa mərkəzidir və reabilitasiya bərpa mərkəzi təkcə nevroloji deyil, həmçinin ortopedik xəstəliklərin, sinir xəstəliklərinin, əzələ xəstəliklərinin, dayaq oynaq sistemi xəstəliklərinin kəskin dövr bitəndən sonra bərpası ilə məşğul olan bir müəssisədir. Bunların içərisində böyük bir qrupu nevroloji xəstəliklər. Yəni kompleks yanaşma. Kompleks, yəni sadaladığım bütün xəstəliklərin artıq bərpa dövrünün xroniki mərhələsində müalicəsini aparırıq və bunların arasında nevroloji xəstəliklər əlbəttə ki, mühüm yer tutur və mən özüm də nevroloq kimi məhz bu xəstəliklərin bərpa müalicələrini, reabilitasiyalarını aparıram bu mərkəzimizdə. Və bugün adını sadaladığınız serebral iflic mövzusu əlbəttə ki, dünyada qlobal əhəmiyyət daşıyan bir mövzudur. Hal-hazırda inkişaf etmiş ölkələrdə serebral iflic hər 1000 uşaqdan 2-3-ündə rast gəlinir. Təəssüf ki, daha orta və aşağı inkişaf etmiş təbəqəli ölkələrdə bu göstərici daha yüksəkdir. Hər 1000 uşaqdan 4-ündə, 6-sında serebral iflic rast gəlinir və xəstəliyin də yaranmasının, inkişafının əsas səbəbi doğuş prosesi, hamiləlik prosesinin düzgün aparılmaması, doğuşdan sonraki fəsadların yaranmasıdır. Ona görə ölkə nə qədər düzgün bu prosesləri aparırsa, ginekoloji və akuşer müalicələr düzgün aparırsa, o qədər də belə biz uşaqları daha az görəcəyik. Ölkəmizdə çox inkişaf gedir bu mənada və biz də daha artıq az-az görürük belə uşaqlar. Amma bilirsiniz, uşaq serebral iflic oldusa, bu uşağın müalicəsi bir ömür boyu, uzun müddət davam edir və sadaladığım təsirlər arasında əlbəttə ki, birinci yerdə etiologiyasında, birinci yerdə doğuş travmaları durur. Yəni, biz valideynlə danışanda valideyn ilk növbədə bizə onu deyir ki, doktor, uşağım çətin doğuldu, göyərmiş doğuldu, doğulanda göm-göy idi. Uşağım doğulanda ağlamadı və bu valideynlərə səslənmək istəyirəm ki, əgər siz övladınızı, yəni doğuş prosesinin çəkisin olması və bu cür problemlərlə doğulmasını gördünüzsə, bu bir sizin üçün siqnal olmalıdır ki, bu uşağı çox yaxın takib etmək, yaxın izlətmək, davamlı nevroloqun müşahidəsində olması lazımdır. Nəyə görə? Çünki bax, bu cür problemli doğulan uşaqları bəzən gözləyirlər. Yaş yarımda uşağım yerimir, oturmur, o zaman gətirirlər. Bu artıq gecikmiş mərhələ sayılır. Amma uşağı yaxından nevroloq takib eləsə, məsələn, 1 yaşına kimi uşaq hər ay demək olar ki, nevroloqun ən azından 6 ayına kimi hər ay baxışında olmalıdır. 6 ayından sonra 2 aydan bir nevroloqun baxışında olmalıdır və biz erkən mərhələdə uşağın problemlərini aşkar eləyə bilirik. Uşağın fizioloji refleksləri var. Yəni, uşaq məsələn 3 ayında hansı bacarıqları olmalıdır və evdə valideynin yoxlaya bilməyəcəyi reflekslər var ki, bunu xüsusi hərəkətlərlə biz uşağa verməklə təyin eləyə bilirik ki, bu uşağın bu funksiyaları gecikir. Məsələn, çox sadə bir refleks, moro refleksi adı belədir.
Bu refleksi biz 5 aylıq uşaqda görürüksə, demək ki, bu uşağın başı zədələnib. Amma 5 ayda biz, məsələn, valideyn uşaqda heç nə hiss eləməyə bilər. Deyə bilər ki, uşağım normaldır, sakitdir, yaxşıdır. Demək ki, ayırt etmək lazımdır klinik formaları. Demək ki, bunları düzgün ayırt etmək lazımdır və bunun hər şeyi valideyn evdə hiss eləyə bilməz. Dediyim kimi, valideyn sadəcə bilməlidir ki, mənim bu problemlərim olub, hamiləliyimdə problem olub, doğuşda problem olub, sonradan problem olub. Məsələn, Apgar şkalası deyilən bir şkala var. Apgar şkalasına görə uşaq aşağı balla doğuldusa, məsələn, doğuldu 5 bal, 6 bal, 3 bal, 4 bal, bu artıq risk qrupundadır uşaqlar. Bir də yarımçıq doğulmuş uşaqlar. Yəni, bu ballar, dəyərləndirmələr hansı xüsusiyyətlərinə görə aparılır uşağın? Dəyərləndirmələr aparılır. Məsələn, struktur, sinir, nə? Yox, məsələn, Apgar şkalasına görə bunlar abreviaturadır. İlk hərflərin mənası ingilis dilində deməkdir. Məsələn, uşaqda grimas, puls, respiration, tənəffüsü, dərisinin rəngi, uşaq doğulan kimi bu göstəriciləri bir şkala ilə dəyərləndirirlər. Yəni, göy doğulub, nəfəsi yaxşı çıxmır, zəif nəfəs alır, yaxşı ağlamır, zəif ağlayır və ümumiyyətlə ağlamır. Bu göstəricilər toplanır və bu göstəricilər aşağıdırsa, bu uşaq serebral iflic risk qrupundadır. Bəzən isə daha ağır problemlər olur. Artıq böyük çəki ilə doğulur uşaq və yaxud da ki, sağrı gəlişi olur və beyinə qan sızmalar olur və nəticəsini biz artıq 6-8 ayından sonra görürük. Serebral iflicin formaları var və bu formaları ayırt etmək çox vacibdir. Elə düşünürlər ki, serebral iflic isə bu tonuslu uşaqdır. Amma tamamilə fərqli bir serebral iflic görə bilirik. Əlamətləri də daha çox 1 yaşından sonra görürük deyən valideyn bəzən gecikmiş ola bilir. Ona görə də vaxtında dəqiqləşdirmək lazımdır. Serebral iflicin ən çox rast gəlinən forması həqiqətən spastik formadır. Yəni, valideyn görür ki, uşaq 8-9 ayından sonra bədəni sanki bərkiyir, uşağın əlləri sıxılmış vəziyyətdədir, daş kimidir, əllərini açmaq çətindir, ayaqlarını sanki bir hərəkət edəndə bir bərklik hiss eləyir valideyn və yaxud da ki, bir çarpazlaşma, geyindirib soyundurmaq çox çətindir. Bax, tonus vacib əlamətlər biridir spastik formalı serebral iflicdə. Mən bəzən bölmək məcburiyyətində qalacağım sizi. Buyurun, çünki danışdıqca çox istəyirəm incəliklərlə toxunaq. Simmetrik olur bu problemlər. Baxın, serebral iflicin formalarının özü də müxtəlif ətraflarda özünü bürüzə bilə bilər. Tetraparitik formasında biz həm əllərində, həm ayağında uşağın bu cürünə yığılmalar görəcəyik. Belə uşaqlar daha ağır forma hesab olunur. Serebral iflicin 5 dərəcəsi var ağırlığına görə. Biz valideynlə görüşəndə mütləq şəkildə bu dərəcələri uşaqda aydınlaşdırırıq. Çünki valideyn uşağını gətirəndə serebral iflicdən mənə ilk sualı olur ki, doktor, mənim uşağımın yerimə şansı olacaq, mənim uşağım sərbəst hərəkət eləyə biləcək və mən ona bir həkim kimi proqnoz verməliyəm. Və bu proqnozu da nəyəsə əsaslanmalıyam. Sadəcə havadan deyəmərəm ki, hə, yeridəcəyəm uşağı. Bunun üçün mən mütləq elmə əsaslanmalıyam və bunun üçün də göstəricilər var. 5-ci dərəcəli serebral iflic uşaq gətiriblərsə, məsəl üçün 2-3 yaşında, 5 yaşında başını heç saxlamır, heç bir dayaq funksiyası yoxdur, heç bir iradə hərəkətləri yoxdur, hətta udma problemləri var, əqil problemləri var, başı balacadır. Amma daha aşağı ağırlıq dərəcəsi olan uşaqlar, məsələn, 3-cü, 2-ci dərəcə ilə gəliblərsə bizə, biz əminliklə deyə bilərik ki, bəli, vaxtı itirməmsinizsə, burada da çox vacib məsələ vaxtdır. Yəni 10 yaşında sən 3-cü dərəcə ilə gəlmisənsə, yenə də işimiz çətin olacaq. Belə bir qanun var ki, uşaqların beyin inkişafı ən sürətli dövrü 3 yaşına kimidir. İstər nitqi ləngiyən uşaq, istəyən qavraması ləngiyən, istər hərəkəti ləngiyən uşaqlar üçün qızıl dövrü 3 yaşına kimi olan dövrdür. Biz bu vaxta kimi, bu dövrə kimi, 3 yaşına kimi çox gözəl nəticələr əldə edə bilirik. Yəni uşağa, valideynlərə çox böyük ümidlər verə bilirik. Çünki beyin çox sürətlə inkişaf edir. Elədiyimiz hər kiçik müalicə uşağa çox gözəl təsir edir. Amma yaş artdıqca çox daha çətin olur. Çünki o yaşın beynimizin miyelizasiya dövrü var. Yəni sürətli sinir hüceyrələrinin bir-biri ilə assosiativ əlaqələrə girmə, artma, dendritik şaxələr əmələ gətirmə dövrü. Bax, bu dövrdə nə qədər tez kömək eləyə bildiksə, bərpa prosesini o qədər maksimum görəcək. Ona görə vaxt vacibdir. Dediyimiz kimi, o tetraparitik formadan başqa ola bilsin ki, yarı forma olsun uşaqda. Yəni, beynimizin ümumiyyətlə bir tərəfi, məsələn, sol tərəf beynimizin sağ tərəfinin hərəkətlərini cavabdehdir. Məsələn, uşağın əgər görürüksə, sol tərəfini işlədə bilmir, demək ki, sağ tərəfində bir xəsarət var. Çox vaxtı bunu beyin görüntüləmə müayinələrinə MRT eləyib görə bilərik ki, sol işləməyən uşağın sağ tərəfində kista var. Kistoz ərimə zonaları var, sadə dildə desək də beyində və ona görə uşaqda bir tərəfli zədə var. Amma hemipariz
diabetik formalarda bizim üçün daha asan formalar hesab olunur. Bu uşaqların da yerimə şansları çox olur və hər şey yenə də asılıdır ki, vaxtında reabilitasiya necə aparılıb. Burada da bir neçə nüanslar var. Ümumiyyətlə, biz valideynlə danışanda ki, sənin uşağının yerimə şansı var, amma bunun üçün nə etməliyik? Və biz bu faktları göstərməliyik ki, bax, hansı funksiyalarını bərpa etməklə biz sənin uşağının yerimə şansını əldə edə bilərik. Birinci faktor burada tonusdur, spastikadır. Əgər uşaq barmaq ucunda addımlayırsa, uşaq ayaqları bərkdirsə, dəngəsini saxlaya bilmirsə, belə uşağı yeritmək çox çətindir. Ona görə birinci növbədə uşağın pəncəsi ilə, ayağının tonusu ilə, spastikası ilə işləyirik. Burada da dünyada istifadə olunan müasir təbabətin üsulları var. Məsələn, tonusla mübarizədə ya ümumi medikamentoz müalicə, ya botulina terapiya deyilən xüsusi iynələr var. Bunlar gərginləşmiş, yığılmış əzələlərə vurulur və həmin əzələləri yumşaltmaqla həm idmanı daha asan görməyə imkan verir və eyni zamanda uşağın yerimə, sərbəst hərəkət etmə şansını artırır. Çünki, məsələn, tutaq ki, uşağın, serebral palsi bir uşağın bu stəkanı götürüb sərbəst içmə qabiliyyətini əldə etmək istəyirik. Əgər bu uşağın qolunda yığılma varsa dirsəkdən və biz güclə də eləsək bu uşağın qolunu aça bilmiriksə, biz nə qədər idman eləsək də, biz bunun o funksiyasını əmələ gətirə bilməyəcəyik. Həmçinin idman eləyəndə uşağı incidə bilirik, çünki qolu bərkdir. Ona görə nə etməliyik? Tonusla mübarizə aparmalıyıq. Tonusun mübarizəsində də, dediyim kimi, müasir üsullardan, ziyansız üsullardan biri də xüsusi iynələrdir. Vuracağıq, deməli, xüsusi bazo əzələsinə. Bazo əzələsi bizim qolumuzun açılmasında iştirak edir. Bazo əzələsi yumşalacaq, əl boşalacaq. Biz artıq uşaqla ergoterapiya vasitəsilə götürmə qabiliyyətini daha rahat işləyə biləcəyik. Çox maraqlı bir nüansdır. Əzələnin biri açılanda digəri yığılır. Yəni, bizim bəhs etdiyimiz əgər beyin neyronları arasında bu əzələ ilə danışığı söhbətidirsə, bunu botoks terapiyasına necə əldə edirsiniz? O da bir çətin məsələdir. Doktor, yəni reabilitasiya mərkəzindəki möcüzəvi işlərdən danışır. O qədər bəsit deyil, çünki botoks kosmetolojide istifadə olunur. Biz də bilirik ki, o qırışları aradan qaldırmaq üçün tam əzələnin iflicidir. Amma burada hərəkətli bir əzədən gedir söhbət. Burada artıq oyanıqlıqdan söhbət gedir. Burada sinir həddən çox sinir impulsları göndərir və uşağın beyni onu kontrol eləyə bilmir. Biz onu azaltmalıyıq. Orada dozanın düzgün seçilməsi lazımdır, əzələnin düzgün seçilməsi lazımdır. Bunun üçün mütəxəssis xüsusi bir təlim keçməlidir, tədris keçməlidir ki, əlbəttə ki, bizim bütün bu tədris və təlimlərdən keçmişik və mən artıq 20 ildir bu işlə məşğulam. Bütün bu cür ağır nevroloji xəstəliklərin müalicə və reabilitasiyası ilə məşğulam və ona görə də əzələnin və dozanın düzgün seçilməsi bizə qeyri-adi və belə sehirli görsənən nəticələri əldə etməyə kömək edir. Elə burada tamaşaçıların diqqətini nəyə çəkmək istəyirəm? Reabilitasiya mərkəzinin adına. Refleks. Yəni, bütün müsbət nəticələr refleksə dayanırsa. Sinirimizin bütün işi refleks üzərindədir. Yəni, refleks o deməkdir ki, tutaq ki, əlimizə bir isti dəydi, iynə batdı və refleksimiz ondan ibarətdir, biz tez əlimizi çəkirik. Refleks qövsü bundan ibarətdir. Yəni, sinirimizin ətraf mühitə reaksiyası. Refleks nə qədər yaxşı işləyirsə, o qədər bizim sinir sistemimiz güclüdür deməkdir. Yəni, dirilmək istəyirsən, gəl. Bu, belə daha asan kəlmələrlə deyək, həqiqətən də burada yəni hipovəziyyətdən, hipodinamiyadan gedirsə söhbət, süs oturan uşaqdan, ümumiyyətlə otura bilməyən, başını tuta bilməyən, yeriyə bilməyən, motorikası zəif, getdikcə əqli zəifliyi olan və doktor da orada müəyyən aylıqlara toxundunuz ilə və hətta beynin inkişaf dövrünə. Burada progressivləşən bir yaş dövrü varmı? Bəlkə onu vurğulaya bilsinlər. Bəzilərinə inandırıcı gəlmir. Çünki elə xəstəliklər var, biz bunu qarışdırırıq. Niyə? Çünki tibbi savadımız yoxdur. Axı, indi bu savadı olmayanlara şamil olunur. Deyirlər ki, uşaq böyüdükcə bəzi problemlər aradan qalxacaq. Yəni, böyümə mərhələsinə buraxırlar. Əslində, böyüdükcə elə xəstəliklər var ki, progressivləşir bu problemlər. O sırada biz serebral iflici də misal çəkə bilərik. O yaş dövrü hansı rəqəmlərlə ümumiyyətlə, serebral iflic statik bir xəstəlikdir. Yəni, bunu digər xəstəliklərdən ayıran vacib xüsusiyyətdir. Çünki serebral iflic kimi keçən çox fərqli genetik, degenerativ, metabolik xəstəliklər var və bunları ayırmaq nevroloqun ən vacib işidir. Təəssüf ki, ölkəmizdə hələ də qohum nigahlıq problemləri var və bu qohum nigahlıq nəticəsində çox sayda deməli, irsi xəstəliklərlə biz rastlaşırıq və bu irsi xəstəliklərin böyük bir qismi özünü belə göstərir. Uşaq müəyyən yaşdan sonra oturma qabiliyyəti yoxdur.
əqli inkişafı yoxdur, çeynəməsi zəifdir, udma qabiliyyəti zəifdir və heç bir anlaması, yəni qlobal inkişaf ləngiməsi var. Tam oxşayır serebral iflicə. Yəni, çox asanlıqla qarışdırmaq olar. Amma burada bir məsələ var ki, serebral iflic necə varsa o cürünə də gedir. Ağırlaşmaları biz daha çox ortopedik problemlərində görürük. Məsələn, uşağın tonusu ilə işləməmişik, nəticədə ayağımızda daha çox bərkimə gedir, ayaqlarda əyilmə gedir belə uşaqlarda və artıq kontrakturlar, ciddi kontrakturlar yaranır və burada da müəyyən bir yaş var da, müəyyən mərhələdən sonra əməliyyat olur, müəyyən mərhələyə kimi isə artıq bu iynələrlə yumşaldıb tam vəziyyətdən çıxarda bilirik. Amma irsi genetik xəstəliklərdə biz proqresivləşmə görürük. Bu proqresivləşmə, məsələn, uşaq inkişafı geridir, bir epilepsiya da qoşulur. Uşaqda ağır qıcolmalar başlayır, qıcolmaları saxlamaq çətin olur. Tənəffüs pozuntular, bidaxili orqanlardan problemlər yanaşı qoşulmağa başlayır. Və bu xəstəliklər serebral ifliclə qarışıq salınan genetik xəstəliklər də Azərbaycanda çoxdur. Çoxdur və biz belə xəstələri təəssüf ki, çox görürük və bunların da müayinəsində bir o məqamı da qeyd etmək istəyirəm mütləq şəkildə. Biz şübhələnib valideynə tövsiyə edirik ki, məsələn, sizə genetik analiz lazımdır uşağınıza vermək və yaxud metabolik analiz vermək lazımdır. Bilirik, bu analizlər biraz daha bahalıdır qiyməti və hələ ki, dövlət tərəfindən ödənilmir. Bax, burada valideynlər biraz məsuliyyətsizlik eləyirlər. Hətta elə valideynlər olur ki, ailədə bir uşağı tələf olub, 2 uşaq tələf olub, bilinmir hansı xəstəlikdən uşaq tələf olub, 3-cü uşaq xəstədir. Yenə də tövsiyə edirik ki, dəqiqləşdirin ailənizdə hansı xəstəliyi, sizdə genetik xəstəlik var. Bax, burada biraz məsuliyyətsizlik eləyirlər, bəzən bahalığı nəzərə alıb, məsələn, getmirlər bu müayinələrə və bəli, yayınırlar və nəticədə bu xəstəliklər o nəsil arasında yenə də davam edir. Amma vaxtında bilinsə və vaxtında qabağı alınsa, bu cür irsi xəstəliklər ölkəmiz üçün və millətimiz üçün də problemdir. Bu uşaqlara baxmaq problemdir. Sosial yükdür bu uşaqlar, ailələr üçün. Qeyri-etik görünsün, qeyri-etik səslənsin istəmirəm. Biz səbəbkar yerinə günahkar axtarırıq hər zaman xəstəliklərdə. Günahkar kimdir? Həkim. Niyə? Hamiləlik yaxşı getməyib? Niyə? Müayinələr aparılmayıb? Niyə? İnfeksiya ilə hamiləliyi yürüdüb? Niyə? Doğum sırasında travma? Tapmışıq günahkarı. Amma səbəbkar kimdir? Qohum evliliyi və ya ana olacaq fərd, hamileliyə plansız addım atması. Yəni biz əslində altda yatan səbəbi özümüzdə görməliyik və səbəbkar kimi də ilk olaraq özümüzü gördüyümüzdə, maarifsiz olduğumuzu, biliksiz olduğumuzu qəbul etdiyimiz halda bir çox xəstəliklərin də sayı artımı tamamilə doğrudur. Çünki bax, bu problemlərin içərisində toksiki faktorlar var. Məsələn, ata içir, siqaret çəkir, anada infeksion xəstəliklər və yaxud da ki, digər endokrin xəstəliklər var. Bəli, bunlar müalicə olunmadan hamiləlik planlanır və nəticədə də uşaqda müəyyən bir problemlər yaranda sonra bir uzun bir müddət, bir ömür boyu onu ilə uğraşmaq lazım gəlir. Çünki inkişaf dövrü deyəndə bətn-daxili inkişafı unudurlar. Çox vacibdir. Serebral iflic sadəcə travma deyil. Bəli, prenatal faktorlar çox vacibdir. Prenatalda hamiləlik dövrünün faktorlarıdır. Məsələn, normalda dünyada qaydalar belədir ki, hamiləliyə hazırlıq dövrü var. Hətta hamilə qalmamışdan qabaq içilən bəzi xüsusi vitaminlər, dərmanlar var ki, onlar uşağın gələcəkdə beyində hər hansı bir fəsadlarının qabağını ala biləcək dərmanlardır. Yəni, planlaşdırılsa, bunları etmək mümkündür. Çünki toksinsiz mümkün deyil. Axı, biz yaşadığımız mühit hamısı toksik qidalar, su istər-istəməz var. Ona görə qarşısını alıb müəyyən, belə deyək, tədbirlər görsək, daha sağlam uşaq dünyaya gətirilə bilər. Və siz qeyd etdiyiniz kimi, biz indi tonusdan çox danışdıq, amma tonus olmayan vəziyyətlər də var. Məsələn, biz mərkəzimizdə miopatiyalarla məşğul oluruq, əzələ xəstəlikləri. Məsələn, bu xəstələrin də uzun müddətdə əzələləri ilə işləmək lazım gəlir, gücləndirmə aparmaq lazım gəlir və yaxud da ki, inkişaf ləngimələri ilə uşaqlar olur. Serebral iflic deyil, amma hər yaşından geri qalır. Yəni, belə deyək də, tamamlamalı olacaq olan o bacarıqları gec tamamlayır. Bax, belə uşaqlarla da mütləq vaxtında reabilitasiya aparmaq lazımdır və kompleks fizioterapiya buna köməklik eləyir. Doktor, mərkəzdə yaş limiti varmı? Əlbəttə ki, yoxdur. 0 yaş, ta ki biz böyük yaşlarda da, yəni bilirsiniz, böyük yaşlarda rast gəlinən bu sinir xəstəlikləri arasında insult böyük yer tutur. Ümumiyyətlə, dünyada ölümün səbəbləri arasında bilirik ki, birinci yerdə ürək-qan damar sistemidir, ikinci beynin xroniki, o beynin qan dövranı problemləri, yəni insult xəstəliyidir. İldə 15 milyon insan dünyada insult
tutur. Və bunun 5 milyonu rəhmətə gedir insulta görə. 10 milyonu da? 10 milyonunun da ən azından 5-6 milyonu əlil qalır. Və belə insanlar da Azərbaycanda da çoxdur. Nəyə görə? Bir risk qrupuna daxil olan bir xalqıq. Yəni risk qrupumuz nədir? Bizdə təzyiq çoxdur, bizdə dislipidemiya çoxdur. Yəni qanımızda qatılaşmağa meyillik var, qanımızda xolesterinə meyillik var, az hərəkətli həyat tərzimiz var. Səbəblər kimdir? Yenə də özümüzük əlbəttə ki. Amma insult olanda günahkar axtarırıq. Və insultla bizə pasiyent gələndə ki, bir tərəfli işləmir, əli, ayağı axsıyır və yaxud da ki, əli arabasında, ağzının bir tərəfində əyilmə var. Belə vəziyyətdə gələndə biz sorğu aparanda görürük ki, bəli, nizamsız həyat tərzi, çox spirtli içki istifadəsi, yuxusuzluq, yəni ki, təzyiq və təzyiq dərmanlarının vaxtında içilməməsi. Mən özümü bu təzyiqlə normal hiss edirəm. İndiki Azərbaycanda əsas problemlərimizdən biri. Təzyiqi hiss eləmirəm, deməli təzyiq yoxdur. Elə bir şey yoxdur. Yəni sən 200 təzyiqi hiss eləməyə bilərsən, amma o təzyiq sənə fəsad verər. Sənin göz damarlarını partladar, börək damarlarını, ən vacibi də sənin beyin damarlarını partladı bilər və sonra insult çox nadir hallarda qabaqçıdan deyir ki, mən gəlirəm. Buna TIA deyirlər, transitor işemik həmlələr, ataklar. Yəni insan bəxti gətiribsə, o bir neçə gün qabaq, bir neçə ay qabaq hissiyatları olur. Üzü keyir, açılır bir günün içində. Əli sanki bir gün işləmir, quruyur əli, sonra açılır. Bu artıq xəbərdar edici əlamətlərdir. Buna TIA deyirlər. Və hər insanda amma TIAlar olmur. Birdən-birə yatdı, səhər durdu insultla. İnsult ağla gəlmir, doktor. Tabii ki olur, amma düşünmür ki, bu məndə niyə belə oldu? Mənim niyə bir əlim bir gün tutuldu, işləmədi, nəyə ki, bunu araşdırmırlar. Tək ki, problem daha yüngül problemli olsun. Bizim işimiz həkim kimi onu araşdırmaqdır. Tək ki, çiyin problemi olsun, osteoxondroz olsun, amma bunu vaxtında əgər siz özünüzdə simptom görürsünüzsə, narahatçılıq hiss eləyirsinizsə, vaxtında həkimə müraciət etmək və bunların üzərində işləmək, diaqnostika aparmaq. Bilirsiniz ki, insulta meyilliyin diaqnostikası var. Qanda müəyyən testlər var. Laxtalanma testləri eləyirik, yağlanma testləri eləyirik. İnsan insult tutmamış, bu testlər vasitəsilə təyin edir ki, bax, siz meyillisiniz bu problemə. Bəli, və bunun üçün xüsusi infuziyalar var mərkəzimizdə. Bu infuziyaları tətbiq etməklə yağlanmanı azaltmaq, laxtalanmanı düzəltmək, təzyiqi norma salmaq, şəkər. Bax, qadınlarda insultun əsas səbəbi şəkərdir. Kontrolsuz şəkər. Doktor, yeyirəm, vecinə deyir, gəzir 250-300 şəkərlə, amma yəni bunu problem saymır, qidasına da fikir vermir. Amma sonra birdən qəfil insulta yaxalana bilər. Çünki şəkər vacib risk faktorlardandır insultda. Nəyə görə? Şəkər damarın içini yeyir, damarın divarlarını partladır, dağıdır və nəticədə həmin yerə laxta çökür və damar tutulması baş verir. Əlbəttə ki, bu xəstələr vaxtında gəlsə, bunlar heç olmayacaq. Amma bəzən olur ki, gecikdirilir və artıq bu xəstəlik yaranıb və insultun da erkən və sürətli reabilitasiyasını yenə də aparırıq. Belə xəstələrin daha sərbəst hərəkət etməyinə, əl arabasından azad olmasına, sərbəst yeriməsinə, öz işləri özləri görməsinə çalışırıq. Hətta bunun üçün erkən mərhələdə müraciət eləyəndə xüsusi beyin hüceyrələrinin bərpa etmə qabiliyyətini artıran xüsusi dərmanlarımız var. Xarici ölkələrdən sifariş olunmuş tərkibi, kök hüceyrə, egzosomlar, plasentar terapiya tərkibi. Yəni, beyin hüceyrələrini, belə deyək də, canlandıran tərkibli dərmanlar var ki, bunları hətta biz uşaqlarda da tətbiq eləyirik, böyüklərdə də tətbiq eləyirik və belə xəstələrin daha tez ayağa durmasına kömək eləyirik. Başqa hansı proqramlar tətbiq olunur? İstəyirsiniz, bu haqda da tamaşaçılara məlumat verək, bilsinlər ki, burada yanaşma həqiqətən də kompleks şəkildə aparılır. Baxın, fizioterapiya çox böyük bir məfhumdur. Fizioterapiya ilə reabilitasiya. Yəni, biz burada 50-yə kimi aparat və üsullar saya bilərik ki, fizioterapiyada istifadə olunur. İstər fonofarez, tens, amplipuls, ergoterapiya və s. Yəni, saya bilərik, amma bu üsulları çox düzgün xəstəyə uyğun seçmək lazımdır. Bəzən bir problemi olan xəstəyə cəmi 1 ya 2 fizioterapiya üsulu kifayət edir ki, onun problemini aradan qaldıraq. Ona görə istər nevroloji, istər ortopedik, istər əzələ xəstəlikləri və s. kimi xəstəlikləri düzgün diaqnoz qoyub və düzgün olan fizioterapiya tətbiq etdikdə bu xəstələrdə çox yüksək effekt alırıq. Məsələn, bu xəstələr ki, xüsusilə nevroloji xəstələrdə serebral iflic, insult,
insult, miopatiya kimi xəstələr ki var, bunlarda hərəkət məhdudluğu var və bunların müalicəsinə mütləq şəkildə hərəkət qoşulmalıdır. Bəzən bizə gəlirlər belə xəstələr və onlar deyirlər ki, doktor, mənə ancaq dərman yaz, mən gedim. Ya onlar reabilitasiyanı götürmək istəmirlər, çünki anlamırlar ki, müalicənin ayağa qalxmağın, əzələnin, sinirin hərəkətində çox vacib olan bir məsələ mütləq şəkildə hərəkətin olmasıdır və bu hərəkəti də xüsusi üsullarla aparırıq. Məsələn, serebral iflic uşaqlarda biz qəfəs terapiyasından istifadə edirik. İnsult xəstələrdə Azərbaycanda deyərdim, hətta olmayan robot kinezi terapiya üsullarından istifadə edirik. Məsələn, insult insan o ki, arabadadır, onu qaldırıb hərəkət elətdirmək çox çətindir. Amma bizdə onun üçün xüsusi gross sistemləri var, robot sistemlər var ki, xəstənin beyninə, yadına salırıq onun unutduğu işi. Məsələn, onun beyninin bu hissəsi zədələnib, o artıq sərbəst hərəkət eləyə bilmir. Amma beynimizin belə bir xüsusiyyəti var. Beynimizin yaxın bölgələri onun işini öz üzərinə götürür. Bizə nə qalır? Bizə qalır ki, o işi təkrar eləmək. Məsələn, insan deyə bilər ki, doktor, mən 50 arabasındayam və yaxud da ki, yaxın adamı da 50 arabasındadır. Bu yeriyə bilmir. Bu niyə durquzub yeritmək istəyirsiniz? Yeritmək vacibdir. O hərəkəti onun yadına salmaq vacibdir ki, beynin o neyronların, o zədələnmiş yerin yanındakı neyronlar işə qoşulsunlar və onun işini əvəz eləsinlər. Yəni, ona görə zaten insult, serebral iflic xəstələrdə, hətta baxırsan çox ağır xəstədir, amma müəyyən bir müddət reabilitasiya keçəndən sonra bu insanlar ayağa qalxırlar, yeni hərəkətlər eləyə bilirlər. Məsələn, otura bilməyən uşaqdır, bel güclənməsi, xüsusi hərəkətlər verməklə uşaqda oturmaya əmələ gətiririk, yerimə əmələ gətiririk. Hamısı bunun hesabınadır. Təşəkkür edirəm. Xoş oldu sizinlə söhbət. Var mı sonda demək istədiyiniz? Heç nə. Xalqıma arzu edirəm ki, həkimə inansınlar. Təəssüf ki, ölkəmizdə bu çox böyük problemlərdən biridir. İnan məsələsi. Tək həkimə deyil, bir-birimizə də mütləq şəkildə inansaq mütləq şəkildə yaxşı nəticələr əldə edəcəyik. Təşəkkür edirəm. Xoş oldu sizinlə görüş. Bir daha xatırladım. Refleks Reabilitasiya Mərkəzinə müraciətlərinizi edə bilərsiniz. Refleks Reabilitasiya Mərkəzinin baş həkimi, nevroloq Röyanə Quluzadə studiyamızın həkim qonağı idi. Təşəkkür edirəm. Qısa aradan sonra yenidən qarşınızdayıq.